Bir nəfərə dedilər ki, Həzrət Əliyə beyyət elə. Dedi ki, onun layiqli olması mənim üçün sübut olunmuyor. Xəlifə olmağa layiqli olması. Bu işə layiq də yox. Mən hələ yəqinə çatmamışam. Ki, Həzrət Əli xəlifə olmağa layiqdir, yoxsa yox. Beyyət eləmir. Mərvan ibn Həkəm Həccacı vali təyin eləyəndə, Həccac ibn Yusif Səqəfini vali təyin eləyəndə, bu da həmin şəhərdə olur. Həccac cinayətkarın, rəzil insanlardan biri də cinayətkarın biridir. Çox tarixdə cinayətləri ilə məşhur olan adamdır. İndi bu vali təyin olunub, həmin bu adam da həmin şəhərdədir. Bu gəlib, valiliyi qəbul edib, şəhərə daxil olub, bu gecə ilə gəlib onun qapısını döyür. Deyirlər, nə olub ay balanın, nə xəbərdir? Deyir ki, gəlmişəm beyyət eləməyə, Həccaca. Deyir, indi səhər açılar gələrsən də gecə ilə nə məcburdur? Deyir, qorxuram ki, əcəl vəfa eləməyəm, səhərə sağ çıxmayam. Peyğəmbərdən eşitmişəm ki, mən matə və ləm ya'rif imamə zamanı, matə mitətən cahiliyyə. Kim öz zamanəsinin imamını tanımayıb, ölsə cahiliyyət dövründə ölmüş kimi. Qorxuram gecə ölərəm və beyyət boynumda qalar. Həccacın beyyəti. Gəlmişəm beyyət eləməyə. Deyir, Həccac etinasızdır ki, açın qapını gəlsin. Gəlir, Həccac da iş işrət məclisində olur. Qarşısında rəqqasələr, şərab filan. Bu da gəlib ona beyyət eləməyə. Həccac deyir ki, əlimdə badə var, əlim məşğuldur, ayağımdan tut beyyət elə, get. Bu şəkildə beyyət eləyir və gedir. Ondan sonra deyir ki, ay axmaq adam, sən Əliyə beyyət eləmədin. İndi güya sən Peyğəmbər hədisini düşünüb bura gəlmişsən, özü də onu təhqir eləyir.